təkcə israf dünya məsələlərə aid deyil. Misal üçün, suyu israfdan danışdıq. Sahabədən birisi bir gün sual soruşur. Deyir ki, görür ki, bir dəstəmaz alır. Deyir, dəstəmazda israf varmı? Allah Rasuluna soruşurlar. Deyir ki, axar çayın kənarında da olsaz, su israf etməyin. Subhanallah. Gör, nə gözəl sözdür. Yəni, bu gün halbuki su axır gedir. Bəli. Amma Allah Rasulü nə deyir? Orada belə ölçüsünü bizə göstərir. Çünki ölçülü olmağın ziddi nədir? Ölçülü olmağın tərsi nədir? Həddi aşmaqdır. Və Allah da həddi aşan innallah la yuhibbul mu'tədin deyir başqa bir ayətdə. Allah həddi aşanları sevməz. Sən həddi aşmaqla Allah-u Teala'nın sevmədiyi bir insanlardan olursan və Allahın qəzəbinə məruz qalarsan. Allah qorusun.